Bugündən, yəni iyunun 17-sindən 19-una qədər Azərbaycanın bəzi dağ-təyi və dağlıq rayonlarında fasilələrlə yağış yağacaq. Bununla bağlı Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq edib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağış intensiv olacaq, şimşək çaxacaq, dolu düşəcəyi ehtimalı var. Yağıntılı hava şəraiti ilə bağlı çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısa müddətli daşqın və sel keçəcəyi də ehtimal olunur. Eləcə də iyunun 17-si 18-də bəzi bölgələrdə gözlənilən güclü küləklə bağlı sarı xəbərdarlıq edilib. Doğru Xəbər Azərbaycan bildirir ki, xəbərdarlıqda deyilir: Tovuz, Gəncə, Mingəçevir, Qazax, Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Kəlbəcər, Naftalan, Sabirabad, Salyan, Şirvan, Qobustan, Neftçala, eləcə də Naxçıvanda sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək. Küləyin sürəti bəzi yerlərdə saniyədə 20 metrə çatacaq. Nazirlik qeyri-sabit havada əhalini son dərəcə ehtiyatlı olmağa çağırır.